Dağlı Qarabağ münaqişəsi ilə onlar məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Və biz onların yerinə bu məsələni həll etdik. Və onların belə də görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar bu yeni reallığı qəbul etməlidirlər. Keçmiş münaqişə ilə bağlı və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə onlar öz aralarında bir razılığa gələ bilmirlər. Hər halda onların fəaliyyəti belə aşağı səviyyədə olması bizi qətiyyən narahat eləmir. Bəlkə də əksinə, indi 30 il böyük iş stajıdır, prinsipcə. Pensiya ərəfəsindədirlər. Ona görə onlara can sağlığı, uzun ömür, can sağlığı arzulayıram. Görünür, bu əmək fəaliyyəti həmsədrlərə yaxşı təqaüd də vəd etməyəcək. Ömürləri isə 1997-ci ildən bugünə qədər uzandı. Ancaq nə qədər uzansa da, əlləri Qarabağda ədaləti bərpa etməyə çatmadı. 28 ilin səssizliyini isə Azərbaycan pozdu. Ərazi bütövlüyünü tək başına bərpa etməklə. 44 günlük vətən müharibəsində Ermənistana çağırış etməyən həmsədrlər ötən müddət ərzində də münaqişənin hərbi fazaya keçməməsi üçün heç bir cəhd etməmişdi. Beynəlxalq hüquqa sığmayan, faktlara əsaslanmayan bəyanatların ədalətli həll olmayacağı isə bəlli idi. Bunlar əgər post-münaqişə deməli dövrdə nəsə etmək istəyirlərsə bunu bəyan etsinlər, biz də bilək. Çünki biz artıq fəaliyyətimizi davam etdiririk, diplomatik addımlarımızı atırıq və Avropa İttifaqı vasitəsilə Ermənistanla bir masaya əyləşib məsələləri həll edirik. Bizi bu qane edir. Çünki Ermənistan bizim təkliflərimizi demək olar ki, qəbul edir. ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan səfərləri çərçivəsində səmərəsiz danışıqları ilə əslində fəaliyyətsizliyini təsdiqlədi. Hətta vətən müharibəsinin 44 günü ərzində belə ikili standartlardan yaxa qutara bilmədi. Bu azmış kimi yenidən fəaliyyətini bərpa etmək istəyi üçün isə artıq gec idi. Münaqişə BMT qətnamələri əsasında hərbi yolla həllini tapmışdı. Burada ATƏT-in Minsk qrupunun həmsədrləri öz səmərəsiz fəaliyyətləri ilə təkcə Minsk qrupu həmsədrliyi deyil, ümumiyyətlə ATƏT təşkilatının nüfuzunu xələl gətirdilər, nüfuzunu sual altında qoydular və beləliklə də gələcəkdə dünyada müxtəlif münaqişə ocaqlarında mövcud olan problemli məsələlərin məhz ATƏT təşkilatı tərəfindən vasitəçilik edilməsi məsələləri də gələcəkdə sual doğuracaq. Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının rəsmilərinin dillərindən səslənən bəyanatlardan da görürük ki, artıq onların gələcəkdə hansısa bir şəkildə ATƏT-in Minsk qrupu deyilən üçlük institut çərçivəsində fəaliyyət göstərəcəkləri mümkün deyildir və bu baş verməyəcək. Brüssel görüşünün ardınca Sergey Lavrovun Minsk qrupu həmsədrlərinin taleyi ilə bağlı qeyri-müəyyən bəyanatı da qurumun gələcək fəaliyyətini sual altına qoyur. Azərbaycan isə indi post-münaqişə dövrünü yaşayır. Ermənistanla yekun sülhün əldə olunması ilə bağlı işlərin aparıldığı bir vaxtda möhtəşəm üçlük reallığı düzgün dərk etməlidir. Samir Oruç, Rüstəm Mikayılzadə, ASTV Xəbər.